Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə ATV-lər məhəlləsində, gözəl bir yerdə, məktəbə yaxın ərazidə, qapının ağzına qədər demək olar, asfalt olan ərazidə, demək 1.7, 1.8 sotun içində monolitlə inşa olmuş 4 otaqlı, tam təmirli, giriş vəziyyətində olan bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini video son dəqiqələrdə sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırım, gördüyünüz ki, bax bu ev tam daşların həyətinə düzdürəcək, ev sahibi verəcək. Bax görürsünüz, tam etləri alınıb hal-hazırda. Ev 7-8 daş kürsüdə inşa olunub. Baxın, bax bir göstərim. Ev bax birinci mərtəbədə monolitdir. Baxın, bax bu hissələri. Splaşda hamısı monolitdir. Demək çöldən də buradan, bax içərdən də qaraj qoyulacaq bura. Buradan göstərim. O hissədən də qaraj qoyulur, yeri də qoyulur. Oradan birbaşa açıb maşınla həyətə içəri daxil ola bilər. Çöldən, yəni hamı şey nəzərə alınıb. Qalxırıq buradan yuxarı. Qalxan kimi evin təmirdə söz ola bilməz. Çox gözəl, qəşəng təmir evdir. Görürsünüz, birinci giriş hissəsi stipoldur. Qranit mərmərdən döşənib. Sol tərəfdə mətbəx. Geniş pəncərələri. Ev səliqəli səmanlı işlənib. Ağ qapılardan istifadə olunub, açıq abonlardan istifadə olunub. Sağda qonaq otağıdır. 4-ün ardısı 6-6.50 olar. Bunun da pəncərəsi görürsünüz genişdir. Bax, hörmətli izləyicilər, döşəməsi də, banı da monolitdir. İstinin, soyuğun qarşısını almaq üçün ən əlverişli bir evdir. Yəni, rahat, evi isitmək də yaxşı rahat olur, sərinlətmək də rahat olur. Burada bir uşaq otağıdır. Görürsünüz, hörmətli izləyicilər, pəncərələrlə tam rahat evin içində rahat işıq düşür. Burada hardasa 10-12 kvadrat olar. Təxmin ölçü deyirəm, az fərq eləyər. Hələm belə evlər olmuş ki, banıda, yəni döşəməsində banıda monolit olsun, beton monolit olsun. Bax, burada sanuzel hissəsidir. Evdə işlər tamamlanmaq üzrədir. Burada da bir yenə yataq otağıdır. Bura, gördüyünüz kimi, haradasa 14-15 kvadrat olar. Bir yataq otağı da buradadır. Buradan da görürsünüz, hörmətli izləyicilər. Bu da haradasa 14-15 kvadrat olar. Təxmini ölçülər deyirəm, az fərq eləyər, hörmətli izləyicilər. Bax, gördüyünüz kimi, sənədi bələdiyyə sənədidir. Demək, hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Sec Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlərimizi kodlaşdırıb, kodları götürmək yaddan çıxması, hörmətli izləyicilər. Sənədi yenə qeyd edirəm. Bələdiyyə sənədi, evin qiyməti 135.000 start qiymətdir. 135.000. Yəni evin o döşəməsi də beton monolit, banı da monolit. Yəni evin keyfiyyətini sizin nəzərdə çatdırıram. Evdə tam təmiri vəziyyətdədir. Yeri də məktəb azada yaxşıdır. Bunu nəzərdə çatdırım. Sona qədər də izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Amin.